Salam, hər vaxtınız xeyir olsun. Burada qeyd edilir ki, Monqolların birinci yürüyüş üçün xarakterik xüsusiyyəti müəyyən edin. Azərbaycanın işğal olunması birinci yürüyüş bütövlükdə kəşfiyyat xarakterli idi. Yerli dövlətlərin süquta uğraması da yanlışdır. Kəşfiyyat xarakterli olmaları uyğun cavabımız C variantında verilmişdir. Digər bir sualda Monqolların ilk yürüyüşləri arasında ilk iki yürüyüşləri arasında Azərbaycanda baş verib. İlk iki yürüyüş, yəni 1220 1239-cu illər arası yaxud 1231-ci illər arası idi. Yəqin ki, bu dövr nəzərdə tutulur. Deyir ki, Dərbəndin Monqollar tərəfindən işğal olunması Şirvanşahlar dövlətinin Şirvanşahların geniş ərazilər əldə etməsi yanlış olar. Yəni bunu götürməyəcəyik. Sonra Gəncədə Cəlaləddinə qarşı üsyanın baş verməsi. Bəli, bunu götürmək olar. Azərbaycanda baş vermiş. Gəncədə Cəlaləddinə qarşı 1231-ci ildə üsyan baş verib. C uyğundur. Digər bir sual Hülakülər dövlətinə aiddir. Deməli, dövlətin başına İlxan daşıyan hökmdarın durması doğrudur. Monqol əsli digər dövlətin hücumuna məruz qalması. Monqol əsli digər dövlətin Qızıl Ordunun hücumuna məruz qalması düzdür. Ölkədə vergi islahatını keçirib Pərli Qazan xan dövründə. Ölkənin vahid mərkəzdən idarə edilməsi. İlk hökmdarın İslam dinini, ilk hökmdarı deyildi. Yəni bu mərkəzləşmiş dövlət olsa ilk hökmdarın İslam dinini qəbul etməsi yanlışdır. Qazan xan qəbul edib, ilk də Hülaki xandır. Digər bir sualda xronoloji ardıcılı müəyyən edin. Çormaqon Noyanın başçılığı ilə Monqolların yürüyüşü 1231, Gəncədə Cəlaləddinə qarşı üsyan 1231, Bağdad şəhərinin Monqollar tərəfindən tutulması 1258. Deməli, əvvəlcə Cəlaləddinə qarşı üsyan baş verməsi 2-1-3 olmalıdır. 2-1-3, yəni A variantında verilmişdir.